Anası da deyir, amma xahiş edirəm, diqqətlə qulaq asın, çox xahiş edirəm. Anası da deyir, ay oğul, sən bu işkiyə verdiyin pulu ver boz ləpəsinə, fındıq ləpəsinə, kişmişə zada bir tövcübünə qanına da bir xeyir olsun bana. Anasına qədər bir oğlu da gene bildiğini tutur, xeyri yoxdur. Anasına kadar değilse oğlu bildiğini tutur, gene xeyri yoxdur. Axırı birdən Qazaqda bir dostu varmış, buna zəng gelir ki, ay bana yaxşı bu tarağı gətirdilər deyir. Sana da gönderiblər deyir, payını da saxlamışam, sana gətirir mi deyəndə deyir ya. Anam hava mağazın arağına imkan verdi, sən bu tarağından danışsan. Deyir ya, ana nə bilir qocal vaxtı deyir. Yaz üstüne yaz yapıştır ki, baş ağrısı dərmandır, sən öl bilməyəcəksən, yavaş-yavaş işində olarsın. Bu nağlı kəsirdin ha. Tut arağı, yuxarışı stoldan soruşuram o qardaşlardan. Tut arağının gradusu neçə olur qardaş? 90, 70, 90. İkisinin arasını götürək, biz 80 deyək. Ən çox çünki toylarda soruşanda 80 deyirlər. Arvadın da var 85 yaşı. Neyse oğul getirir tut arağını koyur eve. Deyir ana həkimə getmişdim. Həkim də sən də yəni dedi. Dedi da bu gündən içki deyilən şey dilinə vurma. Başın çişin ağrıyanda hərdən bundan az içərsən. Oğul gedir işinə gücünə. Arvad getirir un eləmək istəyir. Baxır ki ləyənin içində çörək qutarıb. Birdən Allah'tan olan kimi arvadın başında ağrısı tutmur mu? Deyir şimdi başdır da nə fərqi var? Oğlumun dərmanından gətirim, bir stəkan içim keçəcək. Təsəvvür elən 85 yaşında arvad 80 gradus tutar ağa. Arvad bir stəkan içir. Gör Allah bu elə yaxşı elədi ki bunun bütün başının ağrısı keçdi. Bu da Allah'tan olandı. Arvad gördü nə başında ağrı qaldı, nə çişində ağrı qaldı. Deyir bu nə yaxşı araqdı belə. Başımın da ağrısını kəsdi, çişimin də qoy birində içsin, belimin də ağrısını kəssin. Arvad ikinciyi də içən kimi içənlər yaxşı bilər. Arvad ikinciyi də içən kimi başlayır arvadın ayağı fələklə damla oynamağa. Arvad başlayır 1-5 görməyə, ləyən qalır öyün ortasında, biraz oraya un əlir, biraz buraya un əlir. Öyün bütün dörd tərəfini dummağa un eləyir, qoyur oraya. Oğlu gelir, oğlunu kapıdan görən kim bu qayda ki, buraya ala başına dönün, buraya al. Sana da qurban olum, sana o resepti yazan həkimə də. Ay bala, nə gücdə həkim idi deyir, sənin o dərmanından deyir. 2 stəkan içən kim başımın ağrısı xırpadan kəsdi. Tova derinə başımda ağrı qalıb, nə çişimdə, nə belimdə, heç yanımda ağrı yoxdur. Oğul bilir vəziyyət nə yerdədir. Deyir, bu oyan ana qardındır. Deyir, meşin ana qaracam, un əlirəm, dana çörək pişirəcəm. Deyir, ba un əliysən, ləyənin içine eləsən. Deyir, yanan qurban, anana pusat elə hər yer ləyən görünür.